Əlilliyə görə əmək pensiyası hüququ. Əlilliyə görə əmək pensiyasının təyinatı əmək pensiyaları haqqında qanunun 11-ci, 12-ci və 13-cü maddələri ilə tənzimlənir. Qanunun 11-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığorta olmanın, xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun qaydada müəyyən olunur. Hərbi qulluqçular, hərbi rütbələrdən məhrum edilmiş, hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət, hərbi qulluqçuları istisna olmaqla sırasından olan əlilliyi olan şəxslər aşağıdakı kateqoriyalara bölünürlər. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslər. Əlillik, hərbi xidmət vəzifələrini, xidməti vəzifələri yerinə yetirərkən alınmış xəsarət, yaralanma, travma, kontuziya, yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslər. Əlillik, hərbi xidmət vəzifələrini, xidməti vəzifələri yerinə yetirərkən alınmış xəsarət, yaralanma, travma, kontuziya, yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə. Hərbi qulluqçular sırasından digər əlilliyi olan şəxslər. Əlillik, hərbi xidmət vəzifələrini, xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət, yaralanma, travma, kontuziya, yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə. Qanunun 11-ci maddəsinə əsasən müddətli həqiqi hərbi alternativ xidmətdə olan şəxslərin əlilliyi, həqiqi hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə nəticəsində, yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatı aparan ölkədə hərbi xidmət borcunun yerinə yetirilməsi ilə bağlı xəstəlik nəticəsində üz verərsə, onlar müharibə ilə əlaqədar əlilliyi olan şəxs hesab edilirlər. Əmək pensiyaları haqqında qanunun 12.1-ci maddəsində göstərilib ki, əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərti ilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31%-dan 80%-ə qədər pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti ilə bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Yeri gəlmişkən, əmək pensiyasının minimum məbləği 2025-ci il fevralın 1-dən 320 manat müəyyən edilib. Əmək pensiyaları haqqında qanuna uyğun olaraq hesablanan və təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda həmin məbləğə çatdırılmaqla ödənilir.